çünki bir ad günündəydim, bir doğum günündəydim və orada eşitdiyim bir hadisə məni çox təsirləndirdi və çox məyus elədi. Düşündüm ki, bu barədə mütləq danışmalıyam. Ona görə evə gələn kimi əynimi başımı dəyişmədən sizlə söhbət eləmək istədim. Mən bugün qadın xəyanətindən danışmaq istəyirəm. Əvvəldə danışmışdım videolarımda, xəyanət heç cürə bağışlanası deyil. Mənim zənnimdə xəyanət daha böyükdür. Vətənə, dövlətə olan xəyanətdir. Bu da əsl xəyanət, bu böyük xəyanətdir, bu böyük satqınlıqdır. Amma insanlar arasında olanı da xəyanət adlandırırıq. Çünki iki insan arasında bir anlaşma, bir sevgi, bir duyğu, bir eşq, bir nigah varsa orada xəyanət olmamalıdır. Amma son zamanlar sanki bizim cəmiyyətimizdə qadınların xəyanəti artıb axı. Və bugün ad günündə mən bir hadisə eşitdim, çox təsirləndim. Bir xanım mənə danışdı ki, onun çox əziz qaynım, həyat yoldaşının qardaşı bir xanımla evlənib, yəni görücü üsulu ilə, ya evdən görüblər, bəyəniblər, oğlana göstəriblər, oğlan da bəyənib, qız da bunların uzaq qohumudur, qız da ev qızı, evdən küçəyə çıxmayan. Ata onu da qoymayıb, nə küçəyə çıxsın, nə bacıya çıxsın, imkan verməyib, hətta universitetə girməyə imkan verməyib, texnikum oxuyub, aparıblar, gətiriblər, dənizə getmək olmaz, kupalnik geyinmək olmaz, qısa geyinmək olmaz, burnuvu pəncərədən çıxartma. Bu şəraitdə böyüyən bir qız, bunlar da yaxşı qız, ev qızı bilib, evləniblər. Nə gözəl, 4 uşaqları var və gözəl günlərin birində təsadüf nəticəsində ər qızın telefonuna gələn mesajları görür. Mətbəxdəymişlər, gəlin uşağı məktəbə yola salırmış, artıq 4 uşaqları var, artıq bunlar 15 ildə ailəlidirlər və imkanları yaxşı, şəraitləri yaxşı, evlərində qulluqçular işləyir, şoferlər, sürücülər var, uşaqları məktəbə aparır, gətirir. Bu qız da yəni çox yaxşı bir xanımdır, bunlar istirahətə xaricə gedirlər, ər iş adamıdır, biznesmendir, istirahətə xaricə gedirlər, gəzməyə Avropa, bilmirəm Asiya, yəni hər şey qaydasındadır. Və bir gün bu gəlin uşağı məktəbə yola salanda təsadüf nəticəsində telefona mesaj gəlir, dınq. Bu kimdir, bu kimdir? Elə ər belə götürəndə mesaj üstə gəlir və bu ər görür ki, buna kişi xeylağı yazır. Aşkım, çiçəyim, böcəyimin biri bir köpükdən. Yazır, nə yazır? Dəli olur. Telefonu açır, girir içəri, gəlinin adından baxır, bu nədir, nə deyil, bir-iki mesaj yazır. Görür oğlan buna da belə eşq-namə. Aləm dəyir bir-birinə. Aləm dəyir bir-birinə, dava, qırğın, müsibət, hay, haray, çıxırlar məsələnin üstünə ki, tökülüşüb gəlir ailələr, bunlar qohumdular, hər iki tərəf ailələr gəlir, hər iki tərəf şokdadır, nə başınızı ağrıdım, oğlanı tapırlar, sən demə, bu da yəni uşaqdır, cavan bir oğlandır, gəlin uşaqları məktəbə aparanda, haradasa təsadüfən yolda bir tanış olublar da bunlar. Və aləm dəyir bir-birinə. Mənə bunu danışan xanım deyir ki, mən sadəcə olaraq o gəlindən soruşdum ki, axı niyə? Niyə? Mənim qaynım, hamımız deyir, yığışmışıq, gəlin ağlayır, gəlinin anası özünü öldürür, deyir, atası deyir, başını kəsəcəm, öldürəcəm bunu, aləm dəyib bir-birinə. Deyir, bir sual verir ki, niyə? Qəribədir, deyilmi? Adətən deyirlər ki, xanımlar ehtiyac falan, hər şey var. Hər şey yüksək səviyyədə, çox vaxt deyirsə, pul xoşbəxtlikdir. Bu da pul. Nəyin? Axı sənin brilyantların, cüt-cüt şubaların, istirahətlərin, qadına başqa nə lazımdır? Evində qulluqçun, sürücün, hər şey yüksək səviyyədə, uşaqların dayələri, başqa nə lazımdır, nə? Və qız suala cavab tapa bilmir. Mən sizə deyim nə? Deyim, mənim əzizlərim, ümumiyyətlə, əlbəttə ki, kişi xəyanəti daha çoxdur, bu barədə mən ayrıca danışacağım. Amma son zamanlar ərli qadınların xəyanəti çoxalıb. Bilirsiniz niyə? Çünki o ata evindəki sıxma, boğma ilə böyüyüb, ata evində ora olmaz, bura olmaz, bir söz deyə bilməyib, qardaş başından vurub, getməyib, ata başından vurub, gəlib düşüb ər evinə, rahatlıq, ata evində kupalnik belə olmaz, qız burada
kupalikdə geyir, dənizə də gedirlər, plajlara gedirlər. Burada ər ona hər şeyin ən gözəlini alır, hər şeyin ən yaxşısını alır və bu hər şeyin içində özünə macəra axtarır. O, belə bir söz var, görmədiyi günləri görüb çaşıb. Bəli, mənim əzizlərim. O evdə sıxma boğmalar, o hardasa bir gün pırtlayıb çıxacaq. Çox loru deyirəm, üzr istəyirəm. Amma o hardasa o asfaltı dəlib çıxan olur, belə cücərən ağaçlar kimi, o münbit şərait yaranan kimi o hardasa özün bir üzə verəcək. Görməyib baxın. Yəni, əgər bu normal bir mühitdə böyüsəydi, bunun evdə söz haqqı olsaydı, bu evdə döyülməsəydi, söyülməsəydi, əzilməsəydi, bu da döyülüb, anası da, burada ata və qardaş tiran olublar da, bunu əziblər, incidiblər, yazıqda günah yoxdur. Heç bunu ərə verəndə də soruşmayıblar, istəyirsən, istəmirsən, elə yaxşı ailədir, hər şeylər var, ver getsin. Və əlbəttə ki, burada problemlər olacaq. Yəni, biz gəlib 21-ci əsrə çatmışıq, mənim əzizlər. Hələ də o axmaq mental düşüncələrdən, o zəncirlərdən qurtara bilmirik. Bunu mənə xanım danışanda mən o qədər məyus oldum. Tüklərim biz oldu. Dedim, ilahi, necə ola bilər? Bir ailədir, 4 bala var ortada. Bu balalar necə olacaq? Ən balacasının 3 yaşı var, ən böyüyün 13 yaşı var. Bunlar necə olacaqlar? Bəs niyə? Axı niyə? Niyə? Yəni, bilirsiniz, o mental axmaq dəyərlər var. Qız olmaz, qız oxumasın, qız heç nə görməsin, qız işləməsin, qız belə eləməsin. Hətta ər evində ər işə düzəltmək istəyib onu, qızın atası deyib, yox, işləməsin. Qurban olum sənə. İşləyəndə nə olacaq? İşləməyə, evdə ola bunu eləyib. Ver cavabın. Niyə? Amma qız həqiqətən göz açıq böyüyərsə, bu dünyadan xəbərdar olarsa, əlbəttə ki, valideyn nəzarəti çox önəmlidir. Olduqca önəmlidir. Nəzarət, qadağa yox, məsləhət, başa salmaq. Əlbəttə ki, o bunları ata evində görərsə, ata əlindən tutub özü ilə dənizə də aparar, gəzməyə də apararsa, ata özü onu işə düzəldərsə, bu artıq bu həyatı görüb anlayarsa, ər evində niyə belə bir şey eləsin ki, özdən 2 il sonra? Niyə? Yəni, bilirsiniz, bir dəfə bir xanım mənə bir hadisəni danışdı. Dedi ki, o vaxt mən qoşulub qaçdım, çox peşmanam qoşulub qaçmağıma, amma səbəbkar mənim anam idi. Dedim, niyə? Dedi ki, mən ona gəldim, dedim ki, mama filan kəs məni istəyir. Qayıtdı ki, olmaz. Dedim, niyə? Dedi, elə. Mən deyir, o elə sözünün acığına qoşulub qaçdım. O vaxt mənim anam oturub mənə başa salsaydı ki, orada nə problemlər olubdu? Niyə mənə olmaz? Mən qoşulub qaçmazdım. Mənim əzizlərim. Mən videolar çəkib paylaşıram və düşünürəm ki, azacıq da olsa, nədəsə sizin fikirlərinizdə bir xeyrim olar dəyişməyinə. Mən elə belə danışmıram. Mən bunu statistika ilə danışıram. Araşdırmalarımdan sonra danışıram. Cəmiyyətimizdə baş verən, son zamanlar baş verən intiharlar, zorakılıq, müsibətləri görəndən sonra danışıram. Bəli, əziz valideynlər, problem sizdədir. Problem birinci sizdədir. Qız ya oğlan uşağı fərq etmir. O doğulan gündən ona şəxsiyyət kimi yanaşmağınız lazımdır. Heç kim demir başlı başına burax. Mən hər dəfə deyirəm ki, nəzarət. Hər şeyə nəzarət. Qiymət artımına nəzarət, taksilərə nəzarət, həkimlərə nəzarət, özümüzə nəzarət edək, övladlarımıza nəzarət edək, qadağa eləməyək, şiddət göstərməyək, döyməyək, söyməyək, incitməyək. Fikirlə soruşaq. Hansı peşəni istəyirsən? Sənə elçi gəliblər, istəyirsən ya yox? Hə, başa sal. Niyə? Ne üçün hə? Ne üçün yox? Amma sən elə, lazımdır, sən kimsən, sən məndən çox biləcəksən deyəcəksənsə, əlbəttə ki, qız da ər evinə gedəndən sonra macəra axtarışında olacaq. Macəra axtarışında olacaq. Bu normaldır. Qız evi, deyirlər, qız evi bir ağaçdır, hər gələn baxar gedər. Mən biraz, fərqli bir şəkildə dedim də. Yəni, ona görə qız evinə elçi də gələr, qızı istəyərlər də, qıza baxarlar da, seçərlər də. Bu, o demək deyil ki, sən basıb onu döyməlisən. Qız əgər bir peşənin sahibidirsə, ata evində düzəl. Ümumiyyətlə, qız uşaqlarına peşə vermək önəmlidir. Qız uşaqlarına sənət vermək önəmlidir, ali savad vermək önəmlidir, mənim əzizlərim. Sabah ərsiz olanda, indi bu ailə dağılsa, o qız hər halda ata uşaqları alacaq, çünki xəyanət var ortalıqda, faktlar var ortalıqda, uşaqları alacaq, o qız nə ilə məşğul olacaq? Bitiribdir texnikomu, heç yerdə işləməyib.
Heç yerdə işləməyib. Harda işləyəcək? 15 il sonra peşəsi ilə heç kim götürməyəcək. Sürətlə hər şey dəyişir. Hara o peşə də ona yararsız olacaq. Harda işləyəcək? Nə edəcək? Bunu düşünübmü o ata? Ona qadağalar qoyan, işləməyə qoymayan ata. Amma o işləməyə qoysaydı, özünə baxardı, işə gedərdi, ətrafı olardı, xanımlarla ünsiyyətdə olardı. Nə gözəl. Yəni, mənim əzizlərim, bu çox geniş bir mövzudur və son zamanlar bir balaca da ərli, ailəli xanımlar daha çox sanki buna meyillidir. Yəni, tək qadın nəyə xəyanət eləyəcək? Özüdür də. Xəyanət adətən iki nəfər arasında olur da. Əlbəttə ki, evli qadının etdiyi xəyanət sayılacaq. Ona görə də bunlar son zamanlar cəmiyyətimizdə artır və bu xoşa gəlməz bir haldır. Bəli, biz müasiriyik. Müasir olmalıyıq. Niyə olmayaq ki? Zamanə ilə ayaqlaşmalıyıq. Bugün dünyaya biz açıla bilirik. İnformasiyalar bolluğundayıq. Bundan gözəl nə ola bilər? Amma müasirlik xəyanət deyil. Müasirlik özünü küçədə qoymaq deyil. Mənim əzizlərim. Və mən istəyirəm bir balaca sizə statistika haqqında danışım. Ümumiyyətlə, dünyada xəyanətə görə birinci yerdə Fransa durur da, bilirsiniz. Bilmirsiniz, qoy mən deyim. Birinci yerdə Fransadır. Bunlar elə xəyanətlə yoğrulublar. Bəli, mənim əzizlərim, Azərbaycan, ümumiyyətlə, şərq ölkələri, dini müsəlman olan ölkələr arxa plandadır. Birinci yerdə durur Fransa, ikinci yerdə Danimarka, üçüncü yerdə İsveç, dördüncü yerdə Amerika, biz də haradasa bir yerdə dururuq, amma balaca ölkəyə əlbəttə ki, sonuncu yerdə duracaq. O ölkələr inkişaf etmiş ölkələrdir, əhalisi böyük ölkələrdir, əlbəttə ki, onlarda bu daha çox olacaq ki, nəinki bizdə. Amma Azərbaycanda qadın xəyanəti gizli olur. O ölkələrdə bəlkə də olursa, onlar buna açıq deyirlər, ayrılırlar, boşanırlar və s. və ilaxır. Fərqli mental dəyərlər var, fərqli adət ənənələr var. Amma Azərbaycanda qadının xəyanəti gizli olur. Və mən sizə bir şey də deyim, mənim əzizlərim, kişilər, atalar, qardaşlar və ərlər qadına nə qədər çox şiddət göstərirsə, mənəvi, mən fiziki şiddəti qoyuram bir qırağa, mənəvi, əzirsiniz, aşağılayırsınız, qadağalar, o olmaz, bu olmaz, sən məndən çox bilirsən, qadın nədir, belə danış nədir, qadının başı işləmir və s. və ilaxır. Siz nə qədər bunu çox eləyəcəksinizsə, o qadın o qədər çox sizə xəyanət eləyəcək. Çünki qadının 3 seçimi olur. Ya özünü öldürmək, ya əri öldürmək, ya da gizli xəyanət eləyib qisas almaq. Hərçənd qisas tipli xəyanətlər bir balaca geridə qalır. Daha öndə duran xəyanətlər var ki, ailə daxili zorakılıqdır. Bəli, fərq eləmir. Ata evində, ər evində emosional laqeydlik. Yəni, qadın laqeydlik. Yeməyin, içməyin verirəm, yaşasın da özü üçün. Axı, elə deyil. Bu sənin həyat yoldaşındır, uşaqlarının anasıdır. Çox zaman kişilər qıraqda tapdığı eşqə, nələr, amma evdə xanıma o elementar kiçik diqqəti belə göstərmirlər. Əlbəttə ki, qadın neyləməlidir? Daha sonra haqq qazandırmıram. Yox, mənim əzizlərim, qətiyyən haqq qazandırmam. Amma səbəbləri sizin üçün açıqlamaq istəyirəm. Daha sonra mənim əzizlərim, məcburi evliliklər və gəlir bir yerdə durur, cinsi ehtiyacların ödənməməsi. Ümumiyyətlə, bizdə Azərbaycanda cinsi ehtiyaclar haqqında danışmağı hamı ayıb bilir. Amma bu, bir ailənin, bir münasibətin təməlidir. Bu yoxdursa, qadın və kişi bir-birinin cinsi ehtiyaclarını ödəmirsə, bir-birlərinin istəklərini bilmirsə, o ailə dağılacaq və yaxud xəyanətə uğrayacaq. Ola bilər, illərlə xəyanət olsun, amma kişinin bundan xəbəri olmaz. Zaten kişilərin xəyanətindən qadınlar çox nadir hallarda xəbər tutur, amma qadının xəyanəti, kişilərin xəyanəti qısa ömürlü olur. Qadının xəyanəti daha uzun ömürlü ola bilir. Yəni, mən buradan danışıram ki, siz həyatda gördüklərinizi, yaşadıqlarınızı, mənim əzizlərim, lütfən diqqətli olun, lütfən insana insan kimi yanaşın. Fərq eləmir qadın ya kişi, insana insan kimi yanaşın. Daha sonra ailə daxili zorakılıqlar. Çünki bu həm ər evində, həm ata evində olan zorakılıqlardır. Təəssüf edirəm, biz gəlib 21-ci əsrə çatmışıq, hələ də bizdə bu zorakılıqlar mövcuddur. Mövcuddur. Yəni, bu qədər sosial şəbəkələr var, amma rus dilində, ingilis dilində, azacıq olsa türk dilində müəyyən informasiya, məlumat var, Azərbaycan dilində ümumiyyətlə məlumat yoxdur. Psixologiya ilə bağlı, zorakılıqla bağlı, qadın duyğuları ilə bağlı, ailə münasibətləri ilə bağlı yoxdur.
Hamı xəyanətdən danışır, hamı ittiham eləyir, amma heç kim səbəbləri demir. Qadını da ittiham eləməyə mənim haqqım yoxdur, kişini də ittiham eləməyə mənim haqqım yoxdur. Amma burada qadının ailəsini ittiham eləməyə yox, fikrimi bildirməyə haqqım var. Bir insan, bir vətəndaş olaraq. Yəni qız uşağına bu qədər baskı olmaz. Bu qədər baskı hardasa vurub özünü çıxardacaq. O baskılar, o emosional özünü bastırır, hisslərini, duyğularını, istəklərini bastırır. Ona buna görə yaşayır. Ata evində qardaş, ata, o, bu, ər evində ər, qaynata, qaynana, qohum bastırır. Amma bu insandır. Bir gün o hardasa çıxacaq və bu çıxacaqsa xəyanət olacaq, bu ailə dağılacaq və yaxud da başqa böyük problemlər olacaq mənim əzizlərim. Bilirsiniz, burada qadının çox vaxt məni görmürlər. Yəni, qadın istəyir onu görsünlər, onu dinləsinlər. Bir dəfə elə bizim incəsənətdə olan bir adamla söhbət eləyirdi. Dedim, sənin dinləmə qabiliyyətin yoxdur. Sən insanı eşitmirsən. Böylədir. O nə deməkdir? Yəni, kifayət qədər tanınan bir adamdır. Yaxşı insandır, çox dəyərli bir sənət adamıdır. Dedim ki, bəli, yoxdur. Yazıq sənin arvadın. Belə də, hə, evdə bizim davamız buna görədir. Deyir, mənə deyir ki, sən bir məni eşitmirsən, biz bir söhbət eləmirik, mənim dediklərimi eşitmirsən. Eşit də mən nə deyirəm? Dedim, niyə eşitmirsən ki? Nə bilim? Dedim, niyə bilmirsən ki? 15 dəqiqə vaxt ayır, otur gör arvad nə deyir? Bəlkə yaxşı şey deyir. Yəni, deməyim budur ki, bilirsiniz, mənim əzizlərim, bu kiçik görünə bilər, amma bu çox böyük problemlərdir. Ailənin kişi sütunudursa, qadın onun damıdır. Dam olmazsa yağış, su, qar hamısı evə töküləcək. Sütun nəyə gərəkdir ki? Dam olmasa sütun çökər. Ona görə də bu hamısı birlikdə vəhdət təşkil eləməlidir ki, bu ailə xoşbəxt olsun. Ailənin xoşbəxtliyi bir-birini dinləmək və anlamaqdan doğur. Və əlbəttə ki, onların seksual, intim ehtiyaclarının üst-üstə düşməyi. Mənim əzizlərim. Yəni, bilirsiniz, uzun illər o qadında yığılır o incikliyi və bu qısasa çevrilir, o istəyir o kişidən bir qısas alsın. Eşidir orada burada kişi filan elədi, bəs mən elədi filan kəsinə və yaxud da onu incidir. O incikliklər üst-üstə yığılır. Yəni, səbəblər çoxdur. Bugün danışdıqlarım o səbəblərin bir hissəsidir. Gəlin bunları aradan qaldıraq. Gəlin qadını sevək. Nəticədə bir övlad intellektin, ağılın 94%-ni anadan götürür. Mənim əzizlərim, siz nə qədər savadlı, dünya görüşü geniş olan qız uşağı böyütsəniz və o gedib o qədər savadlı, dünya görüşlü övladlar dünyaya gətirəcək. Əziz kişilər, siz nə qədər xanımınıza, həyat yoldaşınızı, bəlkə o ata evində bunları görməyib, amma siz onunla ünsiyyət qursanız, onun uşaqlığı ilə, yeniyetməli ilə bağlı söhbətləri eşitsəniz, dinləsəniz, başa düşsəniz, onun inkişafında dəstək olsanız, qoyun inkişaf eləsin, qoyun peşə öyrənsin, qoyun yeni sənət öyrənsin, oxusun, oxumayıbsa ali savad alsın və buna nə qədər dəstək olsanız, o qədər sizin uşaqlarınız savadlı olacaq. O qədər sizin övladlarınız intellektual səviyyəsi yüksək olacaq. Bəli, bu ananın geni də önəmlidir və eyni zamanda ananın dünya görüşü də çox önəmlidir. Necə yəni evdən bayıra çıxmasın, pəncərədən baxması o qadın sizin övladlarınıza nə savad verə bilər? O qadın sizin övladlarınızı necə yetişdirə bilər? Heç cürə. Əlbəttə ki, yetişdirə bilər öz bildiyi kimi. O ənənələrdən gördüyü kimi. Təbii ki, ata evində normal münasibət görülübsə, ailə tərəfdən sevilibsə, o normal övlad yetişdirə biləcək. Amma ata evində də baskılar içində olubsa, onun söz haqqı olmayıbsa, əlbəttə ki, o doğru düzgün övlad da yetişdirə bilməyəcək. İllah da qadınlara yüklənirlər, bir çox ailə ev içində ev olmaz, amma çox vaxt qaynana, qaynata, baldız, ailə bir yerdə, hamı bir yerdə yaşayır. Ev içində ev olmaz, mənim əzizlərim. Və belə olan halda başqa ailədən gələn gəlir, avtomatik 200-300-də olacaq, yalancı olacaq. Neynəsin yazıq? Hamıya necə yetsin?
Ananı da qane eləməlidir, baldızı da qane eləməlidir, qaynatanı da, qaynananı da, əri də, qayını da, evə gəlib gedən qohumları da. Bu hamını bir adam necə qane eləyə bilər? Hamının gözündə yaxşı görünməlidir axı. Çünki birinə pis görünsə, avtomatik qaynanaya, ona, buna söhbət, aləm deyəcək bir-birinə. Ona görə ayrı olsalar yaxşıdır. Yəni, mənim deməyim elə belə deyil. Mən sadəcə olaraq gördüklərimdən, eşitdiklərimdən və apardığım araşdırmalardan çıxış eləyərək burada danışıram. Qadın xəyanəti mövcuddur. Yenə deyirəm, tək qadın heç kimə xəyanət eləmir, özüdür. Özü-özünə necə xəyanət eləsin? Əlbəttə, bu çox önəmlidir. Əslində, xəyanət eləyərsə, birinci özünə eləyir. Qadın xəyanəti özü-özünə eləyir. Öz düşüncəsinə, prinsiplərinə, hisslərinə, duyğularına eləyir, yaşamadığına. Amma yanında ər varsa, avtomatik bu ərə qarşı olur. Çox zaman tək qadınlar xəyanət, yanlışlıq, səhv eləmir. Nə üçün? Çünki o təkdir. Yanlış kişinin yanında olan qadınlar o yanlışı eləyə bilir, o xəyanət eləyə bilir. Yanlış kişi ola bilər, atadır, qardaşdır, sonra ərdir, bilmirəm. Axır onun. Yəni, mənim əzizlərim, gəlin qadını cəmiyyətimizdə uca tutaq.